Bu ev təkcə necə deyərlər, həftə sonları və ya bağ evi kimi vaxt keçirmək üçün deyil, bir türklər demişkən huzurlu ömür keçirmək üçün bir gözəl malikanədir. Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər, sizi Şuvalandan salamlayıram. Gəlmişik bu gözəl bağ evinin çəkilişinə, sizə təqdimat edək, ətraflı məlumat verək. Gördüyünüz bu gözəl bağ evi 10,5 sotun üzərində zövqlə səliqə ilə inşa edilib. 6 otaqlıdır evimiz. Evin daxilində 5 yataq otağımız var. Yataq otaqları bağça görüntülüdür ikisi. 3 hamam otağıdır. Mənim çox xoşuma gəlir. İndi tam ətraflı gəzib göstərəcəm sizə. Mətbəxdir, mətbəx mebilidir, zalımız, döşəməmiz, bir sözlə əsl neoklasik təmiri burada sahibkar canlandırıb. Onu da alqışlayıram. Çox xüsusi yerinə yetirilib hər bir şey. İlk öncə sizə mən yerləşmə yeri haqqında məlumat vermək istəyirəm ki, Şuvalan Qala yolunun düz yaxınlığındayıq. Bəzi yoldaşlar bura həcmi olan bağları da deyir və bir neçə istiqamətdən gələ bilərsə, hətta Mərkəz Bravo yolundan da yaxındır, 4 yoldan da. Bir sözlə çox prestij bir ərazi hesab edilir. Bu bağ evi mənim çox xoşuma gəlir, çünki bu layihələrdən biz satmışıq, buna oxşar, amma bu onun, necə deyərlər, o variantların təkmilləşdirilmiş, necə deyərlər, special bir variantıdır, yəni xüsusi burada biraz dəyişikliklər olub. Deməli, həyətə daxil olan kimi belə bir geniş bir parking zonamız var. Əlavə olaraq küçəsində də rahatçılıqla saxlaya bilərsiniz. Küçəsində də qapının kənarları çox xüsusi aqlay daşları ilə işlənilib. Mənim bu qaraj çox xoşuma gəldi. Şüşəli belə qarajdır və 2 avtomobillik. Avtomobil sevən insanlar üçün çox əladır ki, öz avtomobillərinə baxsınlar. Və əlbəttə ki, bağ evini landşaftsız təsvir etmək çox çətindir. Burada da sahibkar landşafta çox geniş bir yer verib. Baxın, görün, leylandır ağaclarıdır və burada kompleks kimidir. Yəni, buna oxşar digər villalarda inşa edilir. Bəlkə ola bilər ki, 2 dost, 2 qohum bir-birindən qonşu olmaq istəyir. Bu sizin üçün əla bir təklifdir. Və əlbəttə ki, bu Siena layihəsidir, Toskana. Toskana bir bölgədir, Siena şəhərdir. Və bu layihələrdə İtalyan memarlığında əlbəttə ki, mütləq zeytun ağacı olmalıdır. Bu zeytun ağacını da burada əkiblərsə əhsən. Mən 5+ deyirəm, çox gözəl ediblər, banzai tipli və sizə həyətin strukturunu bir daha bildirmək istəyirəm ki, belə bir sol istiqamətimizdə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır, onu daha vaxt itkisi olmasın deyə çəkmirəm. Hovuzumuz 10-un 6-yadır, daşma-aşma tipli bir hovuzdur, çox gözəl bir hovuzdur. Hovuzun bu səsi isə xüsusi insana rahatlıq verir, çox gözəldir. Və mən burada bir daha əməyi keçən hər bir kəsə, necə deyərlər, öz dərin təşəkkürümü bildirəm. Çox səliqəli işlər ərsəyə gətiriblər. Baxın, görün necə gözəl belə mərmərdən pləkanlarımızdır. Evin fasadında təbii traversindir, dekorativ suvaqdan istifadə olunub. Mən gecə görüntülərini də bura yerləşdirirəm ki, çünki siz bunu gecə görüntülərini mütləq görməlisiniz ki, çox gözəldir. Və indi isə mən daxil oluram yay və qış mətbəxinə. Yay və qış mətbəximiz bir mənzilin kvadratındadır, 60 kvadrata yaxındır. Və burada çox gözəl hündürlük var, isti döşəmədən ibarətdir. Mənim burada ən çox xoşuma gələn manqaldır ki, manqalı belə xüsusi zövqlə yerinə yetiriblər. Baxın, görün, mərmər işləmələrdir. İnşallah bu evi alan yoldaşlar xoş günlərini keçirsinlər ilə. Burada oturub evi seyr etməyin ayrı bir gözəlliyi var. Hovuzumuz da bu arada sizə bildirim ki, isti hovuzdur. Əlavə olaraq su depomuz var. Dövlət su xətti var burada. Düz qapının qarşısından kanalizasiya xətti keçir. Lakin heç buralarda ehtiyac yoxdur kanalizasiya, çünki ərazi qumsal ərazidir. Hətta bəlkə 30 il sizin şambovunuz burada da olmaz. İstəyən yoldaşlar kanalizasiya xəttinə də qoşula bilər. Və indi sizə evə keçib evin təqdimatını edəcəm. Ola bilər videomuzun dəqiqələri uzansın. Lakin tövsiyəm odur ki, bizim videomuza baxın, fikirlərinizi bildirin. Qiyməti mən elan bölümündə qeyd etmişəm. Bu arada da sizə bildirim ki, siz bağım.az web saytına daxil olmaqla bu bağ evinin ətraflı şəkilləridir və ya digər bağ evlərinin şəkilləridir, konumudur, baxa bilərsiniz və ətraflı məlumatları əldə edə bilərsiniz. Və unutmayın ki, biz real müştərilərimizə çox xüsusi bir endirimlər edirik və mən indi daxil oluram evə. Qapı çox gözəldir, neoklasik tərzə uyğun. Deməli, daxil oluruq və bizi belə bir gözəl bir dəhliz qarşılayır. Çox gözəl
təmir var burada. Sizə bildirmək istəyirəm ki, mebellərimiz də fərqlidir. Türk istehsalıdır, bəziləri burada çox xüsusi sifarişlə yerinə yetirilib və bu dəhliz mənim çox xoşuma gəlir. Ümumiyyətlə, neoklasik üslub elə bir şeydir ki, onu başa düşənlər sırf belə bir, yəni fərqli bir tərz istəyirlər və ona görə də bu evlərə belə bir 3,2 metrlik əlbəttə ki, qapılar lazım idi, belə gözəl xüsusi çıraqlar lazım idi. Mən ilk öncə istəyirəm xanımların, necə deyərlər, sevdiyi bir güşə olan mətbəxə keçim. Mətbəx o qədər xoşuma gəldi ki, yəni bu mətbəxi yerinə yetirənlər çox səliqəli ediblər. Yəni boya ilə işlənmədi. Baxın, bu klassik üslubda olan bizim mətbəximizdir. Artıq burada TV də quraşdırılıb, soyuducu. Yəni ev tam komple şəkildə sizə mebelli, əşyalı təklif olunur və hətta kondisionerlərimiz belə application-la yəni idarə olunur. Keçirəm qonaq otağına və onu bildirmək istəyirəm. Döşəməmiz parket bambukdur, isti döşəməyə uyğun. Burada belə bir süni kaminimiz var və buradakı şüşələr hətta tavanda, dəhlizdə bu evə ayrı cür gözəllik verir. Mən sizə bayaq hovuzu göstərdim və bu qonaq otağından birbaşa olaraq belə bir gözəl bizim hovuz görüntümüzdür. İnşallah bu evi alan yoldaşlar öz qohumları ilə, dostları ilə, tanışları ilə burada gözəl bir süfrə açasınız, seyr edəsiniz bu gözəlliyi. Və bir daha alqışlayıram ki, sahibkarı ki, bizim bu milli atributlarımızdan olan bir şəkil də qoyub, xalçamız bu Azərbaycan üslubunda çox gözəldir. Burada bizim belə istirahət zonamızdır, TV və baxın küçəsində artıq bütün kameralar da quraşdırılıb. Birbaşa olaraq evin TV-sində, həmçinin də bayaq vuruladım kimi telefonunuzda baxa bilərsiniz. Və əlbəttə ki, bugünkü gündə vacib olan bağ evlərində camaşırxanadır. O camaşırxananı da sizə göstərmək istəyirəm ki, çox lazımı bir şeydir. Belə bir geniş bir kvadratdır. Bu arada da bildirim ki, bağ evimizin kvadratı 330-dur. Çox genişdir. Ümumi hamam otağını göstərmək istəyirəm. Baxın, burada da çıraq qoyub. Zəhmət olmasa o çırağı da göstər. Baxın, görün necə gözəl bir çıraqdır. Qapılarımız bir daha vurğulayıram 3,2 metr hündürlükdədir və standart gördüyümüz evlərdə bu qeyri-mümkündür. Və mən sizə gənc odanı göstərmək istəyirəm. Evimiz 5 otaqlıdır. Mən ən kiçik yataq otağından başladım. Üzü dəhliz boyu belə bir kirama qranitdən dəhlizimizdir və evimiz tam olaraq isti döşəmədən ibarətdir. Bu gülləri, təbii gülləri bura qoyublar, əhsən. Və keçirəm ikinci yataq otağımıza. Bu yataq otağı mənim nəyə görə xoşuma gəlir? Bu yataq otağından da birbaşa olaraq bu gözəl bağça görüntüsü yuxudan ayılanda bu görüntünü görmək ayrı bir gözəllikdir. Bizim master yataq otağımızda həmçinin düz bağçaya baxır. Baxın, artıq mebellərdir. Mebellər hamısı türk istehsalıdır. Keçirəm 3-cü yataq otağına. 3-cü yataq otağını da sizə göstərirəm. Bütün yataq otaqlarında kondisioner quraşdırılıb. 4-cü yataq otağı. Bu bambuk parketi çox xoşuma gəldi. Bu yataq otağının daxilində özünə məxsus olan qardirob var. Hamam otağını sizə göstərirəm. Və keçirik sonda 5-ci yataq otağımıza. Geniş ailə üçün bir daha vurğulayıram. Geniş ailə üçün çox əla bir seçimdir. Və əlbəttə ki, sonuncu master yataq otağımız, 5-ci yataq otağımız. Çox gözəldir. Burada da mən sizə mütləq bağçanı göstərməliyəm. Baxın bu gözəlliyə və heç bir kənardan bu bağa müdaxilə yoxdur. Yəni heç bir bağ evində görüntü yoxdur və ətrafında da yalnız sağ sol istiqamətində bir mərtəbəli bağ evləri inşa edilir. Yataq otağına məxsus olan hamam otağı, qızılı rənglər xüsusi gözəllik verir. Təmir çox gözəldir. Ümumiyyətlə sahibkar çox xüsusi təmir edib, yəni hər bir şey detalına baxıb. Burada 1 ildən çox təmir işləri gedib. Mən bu evi çox bəyəndim və sizə bildirmək istəyirəm ki, bu evə bizim müştərilərə xüsusi endirim olunacaq. Start qiymətini sizə bildirirəm ki, 1.180.000 manat start olaraq təklif olunur.
Və beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Bir daha vurğulayıram ki, gördüyünüz bu gözəl bağ evi 10,5 sotun üzərində inşa edilib. Bağ evimiz 6 otaqlıdır və daimi yaşayış üçün ən gözəl, əlverişli məkanlarda yerləşir. Mən bağ evi haqqında məlumatları burada QR kodda yerləşdirirəm. Skan edin, birbaşa olaraq keçin. Və unutmayın ki, bizim agentliyin bu gözəl bağ evinə çox xüsusi bir endirimi var. Müraciət eləyin və əgər özünüzə daimi yaşayış üçün gözəl bir məkan axtarırsınızsa, bu sizin üçün ən gözəl seçimdir. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.